Herkese salam dostlar, mən Yusif. Bugün sizlərlə Minecraftda həyatda qalacağam. Minecraft Bedrock sürümüdür deməli. Oyunu yeni bir dünya yaratdım. İndi oyunumuza girsin. 4 həftədir ki video atmıram. 4 həftədir, yəni 1 aydır da. Nədən istəyirsəz atmıram da. Yəni video çəkməyə bir şey tapamıram. Oyun videosu falan. Ondan yana neçə vaxtlardır oyun və ya başqa bir şey videosu çəkə bilmirəm. Məsələn, GTA və ya başqa bir şey. Dedim bugün Minecraft həyatda qalacağam. Minecraft həyatda qalmaq birinci günümdür. Görək nə edəcək, nə tə həyatda qalacağıq. Yavaşdan başlayaq. Orada bunlar bilmirəm adları nədir. Bunlar toplayaq, bizə lazım olacaqdır. Siz bəzilər deyəsiz, mən təzə oynayıram Minecraft. Yox, mən Minecraft'ı çoxdan oynayıram. 2-3 il olar da. Bəs ayarları belə özüm eləmişəm. Yəni köhnə oyuncular bilər də. İndi görək köy tapa biləcək. Köy tapsaq işimiz çox asan olacaqdır. Burada qalbağa tapdım. Yəqin ki buralarda bir köy olmalıdır. Bir baxıram. Əgər köy tapa bilməsəm, normal bir ev quracağıq, ət tapacağıq, odun falan və elə. Köy tapsaq işimiz çox asandır. Bir baxım görüm tapa biləcəm, yoxsa yox. Burada su da vardı. Bizə su çox lazım olacaqdır. Çox qəşəng oldu. Biraz donur telefon, amma olsun. Nəsə dostlar, deyəsən köy tapanmarıq. Abo, bana da görün. Bəli, köy tapa bilmədik. 2 dəqiqəmiz boşa getdi. Olsun. İndi burada yox. Burada yox. Burada ev eləmək olmaz. Bu ağaclardan ev eləmək çox olmaz. Yaraşmaz. Məcbur bu tərəfdə ev eləyəcəm. Bura qəşəkdir. Evet. Mən telefon dondu. Mən gedim taxta falan qırım, gətirim. Ondan sonra davam edək. Dostlar, gördüyünüz kimi 16 dənə kötük verdim və evimi eləyəcəyəm. Evimi eləmədən öncə bir ad da yadımdan çıxdı. Bu masa, bunun adı nə idi? Eşya yapma masasında. Bunu edəcəm. Görün bir dənəsini edək və evimi buradan eləyəcəm. Evimi buradan eləyəcəmsə bunu bura qoyum. Bizə daş da lazım olacaqdır. Daş və ya bir də balta. Bir də bu. Həyatda qalacaq. Ondan yana bizə yemək falan da lazım olacaq. Daş da lazım olacaq. Ondan yana buradan tünel qazıram. Yenim aşağıya və daş qırım. İşimiz çətin olacaq deyəsən. Bəli. İşimiz çox çətin olacaq. Dostlar, deyəsən səhv yeri qazdıq. Burada daş çıxmadı. Burada başqa bir şey çıxdı. Məncə bu bizim işimizə yaramayacaq. Onunla biraz da daş yığmalıyam. Daş madəni axırda tapdım, yeri qazdım. Başqa yerləri qazdım, daş çıxmadı. Biraz qıraqlığa qıraq. Evet. Bəli, yığdıq.
Bu kamerada bir sorun vardı, yani çox yaxını tutur. Bunu hemen düzeltip gəlim. Dostlar, gördüğünüz kimi kameranı düzelttim. Təzədən şey qıram. Kameranı düzəltməzdən əvvəl yəni belə kamera tam belə daşları göstərir. Yəni deyim, başa düşəsiniz, özünüz anladınız. İndi biraz daş qırım, çünki daş qırıb nə edəcəm? Həm qılınc, balta, qazma eləyə bilərəm, bir də evimin altına qoyacağam. Çox qəşəng olacaqdır. Şükür gün düşür içəriyə, qaranlıq deyil. Biraz da qazsaq qaranlıqlaşacaqdır. Çox da qazmayacağam. Qazaq görə hələ neçə daşımız var. Hələ bir baxaq, 36 daşımız var. Yəni düşərik. Biraz da qazım, sonra yenə yenərik. Məncə bu qədər bəs eləyir. Düz demirəm. Dedim bu gün olar. Necə çıxaq. Elə düz də torpağı gördüyüm aşağı. Ooo, it gəlib. Dostlar, düzəltməsini düzəltdim. Yəni biraz problem var. 65, 70 eləyək. Yani biraz düzəldi. Lap qəşəng oldu. Baxın indi. Gördüyünüz kimi indi evimizi buradan edəcəyik. Tam etmək istədiyim yer burada. Çox da yekə eləməyəcəm ki. Yekə etmiş. Yekə etmiş. Bir də ki o kınayı kırdı. Bunlar gəldi. İşimiz çox çətin oldu. Mesela bir tavuk şöyle bir tane oynuyoruz. Neyse lazım. Çok boş yaptık. Evet. Dostlar, gördüğünüz kimi evimi tamamlayıram və gecə düşmədən yoxsa öləcəm. Evimin girişi arxadan olsun. Və ya biraz balaca oldu ama olsun. İşimizi görərik. Buraların şey kötüylə. Kötük koyacağım. Lap güzel qəşəng olsun. Minecraft oynayanlar anlayar. Bəli. Yəni ki deyək evimizi tamamlayabilirsək çox qəşəng olar. Buradan belə qoyaq. Deyərsən görməyəcək. Olsun. Bu gecəni nə tərk etirəcəm hələ bilmirəm. Bilsəydim qoyun öldürərdim biraz. Bəlkə də həyatda da qoyun vardı. Gedib bir qoyunlara baxacağım. Qoyun tapsam. Bir dənə qoyun tapdıq şükür. Birini də tapsam Allaha şükür. Aha dostlar, birini də tapdım və yataq düzəltə biləcəyim. Dostum hara qaçırsan? Dostum mənə də gözlə. Oy! Dostlar öldük. Belə işin içinə mən. Nəysə dostlar, mən təzədən dirildim, cəm əşyalarımı tapım. İzləmədə qalın. Dostlar, təzədən dirildim, getdim əşyalarımı götürdüm, gəldim. Biraz da ağac qazandım. Bunları taxtaya çevirək. Və 3 dənə də yolumuz var. Tez bir dənə yataq düzəltib dönə biləcəyimə inanmıram. Mən burada bir dənə əşya masası düzəltəcəm. Və bir ədəd də yataq düzəldəcəm. Və oldu. Bizim hayatta qalmamız çox qəşəng oldu. Yaxınlarda yaratıq var deyir. Yəni mən buradan çıxsam, yəni sıçdım, nə sıçdım. Nətər yata bilərik, hələ bilmirəm. Nəysə, o sırada da evimizi düzəldək. Düz deyirəm, yoxsa səhv deyirəm.
İçərisi qaranlıq oldu. Nəsə dostlar, mən bir yolunu tapacağam. Görüm nətə eləyək səhər olsun. Dostlar, bitər elədim, yatdım. Eşiyə çıxım və yatdım, yaratıqları gözlədim getsin və getdilər, amma yenə gəldilər. Dostlar, 1v2 atıram deyəsin. Of, dostum, niyə öldürdün? Bax, buraları düzəltməyin işləri də çətindir. Hər iş çətin olur. Creeperlardan artıq çox qorxuram dostlar. Buranı düzəlteyim, sonra evimin aşağısına bir ədəd padval düzəltəcəm. Deməli, evimiz belə oldu. Kaş olmasaydı deyirəm. Deyəsiz, niyə deyəcəm? Baxın, mənim evim çox səliqəsiz oldu deyə bilərəm. Buranı qırıq. Nağdı bura lazım deyil bizə. Bu hissəni də qırıq. Qırıqlarını qırılacam. Patlama. Ananın amına. Gələ mənim evimdə patlar. Dal. Uy bu ya. Əsəbləşdim. Cücələr orada patladı. Allah bəla versin. Sən Creeper yaxşı. Allah bütün bəla versin. Gül kimi ev eləmişdim. Onu da. Ay belə. Bundan yana bu oyunu silin ya. Oynamayın. Oynamayın valla. Niye oynuyorsunuz? Əsəbləşirsiniz. Niye nəyə görə oynuyorsunuz? Sizə lazımdır əsəbləşmək. Nəysə dostlar, bitər ev elədim bu şeylərlə, yaşayışlarla bitər gördüyünüz kimi. İnşallah part 2-də Minecraft Həyatda Qalıram 2-də hər şeyi düzəldəcəm. Çərdi falan hər şey eləyəcəm. Nəysə dostlar, aha. Videom bu qədər idi. Biraz kötü oxşur, yəni. Videom bu qədər idi. Kanalıma abunə olub videomu bəyənməyi yaddan çıxarmayın. İnşallah Minecraft Həyatda Qalıram 2 bölümü atacağam tezliyindən və hər şey yerlə yer olacaqdır. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Kanala abunə olub videomu bəyənməyi yaddan çıxarmayın. Sağ olun.